Çempionlar Liqasının 5-ci turunda Londonda 2 mərkəzi görüş. Chelsea Barselonaya, Arsenal isə Bavariya Münchenə qarşı. Siz kanalımıza abunə olun, biz isə hər iki oyundan analitik gözləntilərimizi bölüşək. İlk öncə əlbəttə ki, cədvəllə gedərək Chelsea Barselonadan danışaq. Bu çox fundamental, çox maraqlı bir oyun olacaq. Xatırladaq ki, hər iki komandanın 7 xalı var. Hər iki komanda 4-2-3-1 taktikası ilə oynayır. Amma bu maça hər iki komanda bir qədər fərqli abu-hava ilə yanaşır. Chelsea-dan uzun-uzadı danışmayacaq. Nəzərə alsaq ki, Qarabağla maç öncəsi komandanı kifayət qədər ciddi şəkildə incələmişik. Qısa şəkildə başa düşməyə çalışaq ki, Chelsea Barselonanın güclü tərəflərini necə neytrallaşdırmağa çalışacaq. Çünki Enzo Maresca individual oyunlara hazırlaşmağı çox yaxşı bacarır. Bəli, istəmə deyəcək ki, Bavariya Münchendə oyunu var idi, salam əleykum elədi. Amma Bavariya Münchendə maçda belə bir Bavariya München bu dəqiqə Arsenala yanaşı Avropanın ən yaxşı komandasıdır. 2, həmin oyunda da Maresca oyuna geri qayıda bilərdi əgər ikinci hissədə dəyişikliklərlə çox gözləməsəydi. Amma bu yenə də o fakt dəyişmir ki, Chelsea individual rəqiblərə Maresca'nın rəhbərliyi altında çox effektiv şəkildə hazırlaşmağı bacarır. Hazırda biz bu videonu millilərin pauzasında çəkirik. Ona görə Chelsea-nin heyətindəki yeni zədələrdən hələ heç bir məlumat yoxdur. Hər kəs öz yerindədir. Dəqiq məlumdur ki, bu maçda Cole Palmer komandanın Chelsea-nin ən yaxşı oyunçusu forma geyməyəcək. Hər iki komandanın heyətində itkilər var, amma mənə görə ən böyük itki belə baxsaq Pedri ilə və Palmerin yoxluğudur. Amma Pedri haqqında danışacağıq. Chelsea Barselonanın uzun sözün qısası nəyin hesabına cəzalandıra bilər? Əlbəttə ki, Barselonanın bu mövsüm işləməyən bir elementi var. O da yüksək müdafiə xətti və yüksək pressing. Bu işləmədiyinə görə komanda dəfələrlə cəzalandırılır. Üstəlik bunların üzərinə də bu mövsümün əvvəlində müdafiəni təşkil edən, müdafiənin Virgil van Dijk olan Inigo Martinez komandadan gedib və onun yerinə Araujo həm oyunçu olaraq, həm də ki, ümumiyyətlə intellekt olaraq bir növ çox ciddi şəkildə geri bir addımdır. Məsələn, bir epizodun nümunəsində biz ötən mövsüm Inigo Martinezin ən çox üstünə qışqırdığı və nizam-intizamsızlığı seçilən, ümumiyyətlə mənə görə əgər bu adamın sürəti olmasa da Barcelona səviyyəli bir futbolçu deyil. Balde'nin, baxın, boşluğunu göstərir. Balde bir növ geri qayıda bilmir və diqqət eləyin ki, bu epizodu sona qədər oynamaqdansa Brügge ilə maçda Araujo 2 dəfə əlini qaldıraraq qayda pozuntusu və ofsayda işarə verir. Yəni baxın, bu yenə də mən ona görə Araujo ilə mənim şəxsi problemim ondan ibarətdir ki, bu futbolçu, yəni komandanın nəinki lideri, ümumiyyətlə bu da Barcelona səviyyəsi futbolçu deyil. Nəzərə alaq ki, Araujo tək başına olaraq son 2 mövsümdə Barcelona play-offdakı məğlubiyyətlərin bir nömrəli müəllifidir. İkinci, əlbəttə ki, onu da qeyd edək ki, bu təkcə Brügge ilə maçda problem deyildi. Məsələn, çempionatın millilərə pauzasından son oyundan əvvəl, son oyunda doğrusu Celta Vigo ilə idi. Celta'nın ikinci qolu çox nümunəvi qoldur. Çünki bu bir növ Qarabağ oyunu analiz edəndə göstərmişdi ki, Moises Caicedo'nun ideal zərbə mövqeyidir. Baxın, bu da yenə də yüksək xətt iflasa uğrayır. İflasın nəticəsində belə bir komanda əks hücum yaradır. Hardakı otura bilir müdafiəyə. Amma cərimə meydançasında ikinci xəttdə boşluq yaranır. O boşluqdan da çox məharətli şəkildə Celta istifadə edir. Nəzərə alaraq ki, yenə də əgər onu unutmusunuzsa, biz Liverpoola qarşı deyil, Brentfordla maçda Moises Caicedo'nun bu qolunu göstərək yenə analoji bir epizoddur, situasiyadır. Düzdür, deyə bilərsiniz ki, zərbə vurulması biraz fərqlidir, amma yenə də müdafiəyə rəqib oturur arxaya və ortada boşluq var. O dəlikdən də çox effektiv şəkildə rəqib istifadə edir. Bu epizodda yəni konkret olaraq Moises Caicedo. Əlbəttə ki, yüksək xəttin üstünlüyü rəqibi dəfələrlə oyundan kənar vəziyyətdə tutmaqdır. Məsələn, hətta Barcelona tam oyun elementlərinə görə, bütün oyun elementlərinə görə tam olaraq iflasa uğradığı son El Clasico'da bəzi hallarda məsələn bu işləyirdi. Amma burada risk elementi çoxdur, çünki bunun işləməmək ehtimalı çoxdur, nəinki əksinə. Bunun işləməsi üçün komandada ideal koordinasiya olmalıdır. Hansı ki, Barcelona bu mövsüm Inigo Martinez'in olmaması və Balde'nin sol cinahda olması tək başına sayəsində ümumiyyətlə işləmir. Maresca bu oyuna çox güman, PSG ilə çox uğurlu, Bavariya ilə o qədər də uğurlu alınmayan bir pressing taktikasından istifadə edəcək. Məsələn, Madrid Barcelonanı birəbir pressinglərdə boğdu. Nəticədə Barcelona futbolçuları topa sahib olmaq üçün o qədər də böyük bir alana sahib deyildilər və bu da öz fəsadlarını doğurdu. Maresca da çox güman ki, Barcelonanın bir meydana aid olan zonasında və mərkəzdə man marking olacaq. Yəni oyuncu tutulmaq ki, xüsusilə Barcelonanın yarım müdafiəsi və xüsusilə Barcelonanın müdafiəsində topu irəli apara bilən Jules Koundé ilə Pau Cubarsiyə qarşı. Digər tərəfdən isə Chelsea öz qapısına oturduğu halda
Mən əminəm ki, bu maç Pedro Neto komandanın intellektual beyni və taktiki, yəni bir növ böyük bir intellekti olacaq və Pedro Neto bir növ PSG ilə maçda klublar dünya çempionatında bunu göstərmişdi ki, artıq man marking deyil, zonal pressinqə oturaraq Barselona qarşısında beşli bir sədd yaratmağa çalışacaq ki, burada Barselona futbolçuları istər PSG, istər Bavariya Münxendən fərqli olaraq öz mövqelərini rotasiya eləmirlər, amma qısa çoxluğu yaradıb rəqibi Kataloniya klubunun cilahlarını bir növ effektiv oynamaqdan məhrum etsinlər və burada Chelsea üçün pis xəbər ondan ibarətdir ki, Barselonanın yüksək xətti işləmir. Bunu heç bir fakt dəyişmir və işləməyəcəkdə əgər Flick təsdiq etməkdə davam etsə və Flick çox tərs adamdır. Amma Barselona pressingi Brüggeyə və ümumiyyətlə çempionatda Celta Vigoya və Madrid Realına qarşı oyunlarda malik olmadığı bir 3 silah var ki, 3 oyuncu var ki, hansı ki, hər üçü bu maçda geri qayıda bilər və hər üçü Chelsea-ni cəzalandırmaqda çox effektiv bir rol oynaya bilər. Bunlardan ilki əlbəttə ki, qapıçı Joao Garcia'dır. Ümumiyyətlə Szczesny ötən mövsümdə alınanda bir ara Barcelona azarkeşləri əlbəttə komanda pulun olmadığına görə belə pulsuz variantı, bir növ pensiyaya çıxmış bir futbolçunu geri qaytarmağın və nə qədər müdrik rekrutment, yəni komanda oyunçu cəlb etmək siyasətinin nəticəsi olduğunu deyirdilər. Bir qrup azarkeş, əlbəttə ki, bütün Barcelona azarkeşinə aid deyil, amma Szczesny bu mövsüm tam olaraq haqqını verir ki, nəyə görə bu adam daha çox qəlyan çəkəndir, nəinki qapıçıdır. Yəni öz qapısına istənilən zərbəni buraxır və ayaqları ilə də heç bir şey işə yaramır. Mən nəyə görə bunu deyirəm? Çünki Real Madrid misal üçün Barcelonanı bu elementdə boğdu, man markingdə. Chelsea bunu edə bilər və bu zaman yeganə boş qalan futbolçu qapıçıdır. Amma bu əgər həmin dediyim iki oyunda qapıda Szczesny durursa, burada Joao Garcia durarsa, Joao Garcia'nın çox yaxşı pası var və həmin pasla ortaya atmaqla bir növ Chelsea və həmin ortada da ki, Barcelona futbolçuları aşağı gəlməklə bir növ Chelsea-nin man markingini neytrallaşdıra bilər və ya çox ciddi şəkildə təzyiq altına sala bilər. İkinci oyuncu əlbəttə ki, yenə də eyni ssenaridə Robert Lewandowskidir. Lewandowski olmayanda Ferran Torreslə komanda pis oynamır. Özünü dəfələrlə isbatlayır bu ssenari. Amma Lewandowski orientir hücumçudur. Yəni Lewandowski hava toplarına gəlib qazana bilir və bu da ki, ona çox böyük bir üstünlüklər yaradır. Üçüncü tərəfdən əlbəttə ki, Rafinha'nın qayıdışıdır. Chelsea-də əgər Enzo Maresca və bir çox komandalarda pressing adətən necə olur? Bu ya man marking olur, ya zonal olur, ya da situativ olur. 90% komandalarda bu ya man marking ya da ki zonaldır. Bildiyimiz kimi son iki mövsümdə futbolun trendi ona gedir ki, bu man marking olsun, yəni oyuncu tutmaq. Amma Barcelona'da Flick'in pressingin özəlliyi ondan ibarətdir ki, bu intellektual zonaldır. Mən buna necə intellektual zonal deyirəm? Yəni situativ zonal daha doğrusu. Situativ zonal nə deməkdir? Yəni pressingi trigger başlayır. Bu Jürgen Klopp'un Liverpool'unda Firmino idi. Burada isə cinah vingerlərindən biridir və o birinin də adı Rafinha'dır. Çünki baxın, əgər Barcelona düzdür burada Chelsea-də formasiyası olduğuna görə bir qədər xaotik alınacaq. Barcelona pressingi necə işləyir? Barcelona idealda pressingi, əgər düzdür mən müdafiəçilərə əl dəymirəm, amma müdafiəçilər burada olacaq. 4-2-2-2 prinsipi ilə gedir və bu ikidə də əlbəttə ki, birinci iki Rafinha'dır. Rafinha'ya reaksiya verir Yamal. Biz Madridlə maçda da gördük və Çempionlar Liqası Brügge ilə maçda gördük ki, Yamal tək başına, yəni Yamalın istedadı ona çatmır da topsuz pressingə getsin. Məsələn, Rafinha amma birinci pressing xəttini formalaşdırır. Rəqib Chelsea-nin mərkəz müdafiəçilərinə təzyiq yaradır. Robert Lewandowski bir qədər arxada. Barcelona'nın 10 nömrəsi çox güman ki, nəzərə alsaq ki, Pedri yoxdur. Bu Olmo olacaq. Olmo ilə ikinci xətti formalaşdırır və alt nömrələr də bir qədər aralı təzyiq. Burada Casado ilə Frenkie de Jong bu funksiyanın öhdəsindən gələ biləcəklər. Amma bütün bunların hamısının başlanğıcı əlbəttə ki, vingerlərin biri və birinin də adı yeganəsi Rafinha'dır. Çünki Marcus Rashfordun topsuz oyun ümumiyyətlə bərbaddır. Baxmayaraq ki, kreativ şəkildə, yəni yaradıcı baxımından çox uğurlu bir transfer hələ ki icarə sayıla bilər. Yamal dediyim kimi daha yaxşıdır reaksiya versin Rafinha'ya, bir növ trigger olsun, o triggeri reaksiya versin və ona uyğun da bütün komanda pressingi başlayır. Və o pressingi başlamasında da əlbəttə ki, baxın gördüyün üçüncü futbolçu da çox önəmli bir rol oynayacaq. Yəni uzun sözün qısası, Chelsea-nin problemləri harda əmələ gələ bilər? Əgər transfer marketinin dediyi kimi Joao Garcia 22 noyabrda, yəni maçdan öncə özünü bərpa edə bilərsə, yeganə boşluq alacaq futbolçu kimi pas atır. O pası qarşılayıb bir növ Chelsea-yə problem yarada biləcək Lewandowski var və özü Barcelona pressingi başlayanda, pressingin birinci xəttində əlbəttə ki, Rafinha var ki, hansı ki pressingin bir növ beynidir. Son olaraq onu qeyd edək ki, hər iki komanda öz standartlarına görə qeyri-sabit olsa da, Chelsea-də işlər qaydasındadır. Biz mövsüm öncəsi paylaşmışdıq ki, Chelsea-ni biz bu mövsüm çempionluğunda favorit görmürük, amma top dördlüyə rahat girəcək bir komandadır. Hələ ki, Maresca özü ilə bunu göstərir. Nəzərə alaq ki, komandanın talismanı Cole Palmer yoxdur, amma Cole Palmersiz belə komanda qol vurmağa, qol epizodu yaratmağa və keyfiyyətli oynamağa artıq öyrəşib.
İkinci tərəfdən Barselonada nə var? Barselonanın futbolçularında individual istedad belə fantastik səviyyədədir. Ona görə Barselona belə bərbad oynaya hələ də İspaniyada çempionluq yarışındadır. Hələ də Çempionlar Liqasında heç nə itirilməyib. Baxmayaraq ki, Brügge ilə maçda komanda yəqin ki, məğlub olmalı idi. Yəni ola bilsin 8-yə düşməyəcək, amma 24-ün 16-sı rahat düşəcək və orada da play-offdakı Barselonadır. Nəzərə alsaq ki, komanda formaya düşməyib hələ. Formaya düşəndən sonra oyunçuların istedadını nəzərə alaraq ötən ilki Barselonaya yaxın versiyanı görə biləcəyik. Yeganə əmma Flick, Pep Guardiola, Okan Buruk kimi adaptasiya olmaq istəyəcəkmi, olmayacaqmı? Hələ ki, bütün göstəricilər onu göstərir ki, adam adaptasiya olmayacaq. Nəyə görə deyirəm? Çünki yüksək xətti var Barselona yüksək xətti işləmir və bu düzələn problemə oxşamır. Əgər adaptasiyalar olmasa. Sizin fikrincə, Barselona yenə də İngiltərə səfərindən qələbə ilə dönə biləcək, yoxsa Enzo Maresca'nın adaptivliyi buna mane olacaq? İndi isə keçək Titanların döyüşü. Avropanın ən yaxşı iki komandası olan Arsenal və Bavariya. Belə bir reytinq var. Mən sizə bu reytinq haqqında hələ məlumat verməmişəm. Bunun adı ELO reytinqdir. ELO nəyi nəzərdə tutur? Bu reytinqdə birinci olaraq baxın, gördüyümüz kimi həm Arsenalın, həm Bavariyanın reytinqi %94-dür. Əlbəttə ki, bu Avropada və dünyada ən yüksək reytinqdir. ELO reytinqi nəyi nəzərdə tutur? Da adı əgər XG və ya başqa metriklərdə necə olur? Məsəl üçün düşünün ki, Arsenal hansısa şərti olaraq Burnley-nə evində oynayır. Oyunun 10-cu dəqiqəsində hesabda geri düşür və Burnley 10 nəfər qalır. Arsenal oyun ərzində Burnley-in qapısına 50 dənə epizod yaradır. Əlbəttə ki, oyunun sonunda 2 gol vurur. Əlbəttə ki, həmin oyunda Arsenalın statistikası hardasa XG-si 4.5 belə bir şey ola bilir. Amma ELO-da həm rəqibin gücü nəzərə alınır. Yəni 1.46 tutaq Arsenal Bavariya ilə, 1.46 Arsenal Burnley ilə, bu fərqli reytinqdir. XG dildə eynidir. Üstəlik həm kontekst də nəzərə alınır. Bu əlbəttə ki, bunun çox detallı bir videosu var. Mən şəxsən video baxmışam, oradan o qədər baş açmaq olmur, amma gəlin hələ ki insanlığın əlində olan ən müasir, ən belə bir növ deyək, az subyektiv olan bir reytinqdir. Burada belə bu iki komanda bərabərdir. Çempionlar Liqasının cədvəlinə baxaraq ən bəsit statistika. Burada da gördüyümüz kimi hər iki komandanın vurulub buraxıldığı gol top fərqi müsbət 11-dir. Əgər Bavariyanın halında bu 14 gol və 3 buraxılmış golla özünü təcəssüm edirsə, Arsenal əlbəttə ki, bildiyimiz kimi Sunderland oyunu istisna olmaq olmaya da qapısında gol buraxmır. Digər tərəfdən Arsenal evindədir. Evində oynamaq həmişə düzdür, top səviyyədə bu qədər də çox şey dəyişmir, amma yenə də arada seçim olarsa bir qədər sənə üstünlük verir. O biri yandan Bavariya azarkeşləri haqlı olaraq deyəcəklər ki, Bavariya Londonda oynamağı çox sevir. Dəfələrlə Arsenalın çox belə sevimli müştərisi olub, istər Chelsea ilə, istər Tottenham Hotspurla. Amma bu əlbəttə ki, sadəcə olaraq statistikadır. Bugünkü Arsenalın hətta 2 mövsüm öncə ölü Bavariyanın, Tuchel'in Bavariyasının utduğu Arsenallar arasında demək olar ki, oxşarlıq var əlbəttə ki, heyətin hardasa yarısı eyni heyətdə, baş məşqçi eynidir, amma komandanın o təkamülü tam ayrı səviyyədədir. Bu mövsümki Arsenal möcüzə olmazsa İngiltərə çempionu olmalıdır nəhayət 22 il sonra və onun üzərində də əlbəttə ki, Çempionlar Liqası uğursuzluğunu da qıra bilər, amma eyni dərəcədə Bavariya da favoritdir. Gəlin başqa bir mən sizə göstərici göstərim. Bu bir qədər artıq FIFA göstəricisidir. Bu da B-Soccer saytı tərəfindəndir. Burada da gördüyümüz kimi hər iki komanda arasında çox güclü fərq var. Bu sayt düzdür bir qədər biz ona razı deyilik. Arsenalın ortasını Bavariyanın ortasından çox daha güclü verir. Bunun məntiqini başa düşmək olar. Mən bəs oyun taktiki analizində sizə onu izah edəcəm. Amma hələ ki onun haqqında danışmamışdan öncə bir nöqtəni vurğulamaq istəyirik ki, nə qədər bir-birinə yaxın komandalardır. Əlbəttə ki, bu maçdan nə gözləməli və bu hətta söhbəti biz buraxılışı kontekstini dəyişərək deyə bilərik ki, Bavariyanı Arsenal necə saxlaya bilər? Çünki topsuz oyunda Arsenal öz müəllimi olan Diego Simeone və Atletico Madridi belə geridə qoyaraq lazım olan hesabı ürəyin istədiyi ssenari ilə qoruya bilir. Bəzən komanda 4-4-2 oturur, bəzən komanda 5-3-2 oturur, bəzən komanda 5-4-1-ə otura bilir və istənilən çempionat oyununda da biz bunu dəfələrlə görürük ki, Arsenal rəqibi darmadağın etməyə tələsmir. Arsenal rəqibi gücü vasitəsilə bir növ cazibə qüvvəsi ilə özünə çəkir və sonra epizodlarını yaradaraq lazım olanda rəqibi əzir. Sunderland oyunda gördüyümüz kimi əgər komanda özü üçün qəza qol buraxırsa, çünki Arsenalın buraxdığı bütün qollar qəza qollarıdır. Qəza qol buraxırsa, rəqibi öz gücü vasitəsilə əzir. Bunu Newcastle-lar məsələn maçda çox belə nümayişkarane şəkildə gördük. Orada fantastik futbol nümayiş etdi Arsenal. 99.9% Arsenal bu maçı uzardı, amma həmin komanda qalib gəldi və bu komanda nə qədər yetişməyindən xəbər verir. Əlbəttə ki, Bavariyada bu maçdan öncə yeni itkilərdən danışanda bu mövsümün bəlkə də belə Bavariyanın yüksəklərə qaldırılmasının əsas səbəbi olan Diazdır. Diaz qırmızı kart alıb, nəticədə bu oyunu buraxmalıdır və bütün bayaqdan bizim danışdığımız söhbətin mahiyyəti nədən ibarət idi ki, hər iki komanda bir növ əkiz qardaşlıqda bütün göstəricilərdə eyni dərəcədədir, eyni qüvvədədirlər. Dostundan qalma geri söhbəti var
və Arsenal da yenicə Gabrieldən məhrum oldu. Bir növ yəqin ki, Arteta və ya klub rəhbərliyi düşünür ki, gəlin bərabərdə, sizdə bu yoxdursa, bizdə də bu yoxdur. Təmiz bir növ duelə çıxaq. Əlbəttə ki, bu ironiyadır. Arsenal heç vaxt istəməzdi ki, belə oyun öncəsi belə ciddi itkisi olmasın. Üstəlik bu zədədir. Zədə həmişə bəxtsizlikdir. Diasın isə qırmızı kartı onun məsuliyyətsizliyi bir növ, amma baş verir, hər şey olur. Və əlbəttə ki, Bavariyanın ikinci hissədə 10 nəfərlə nümayiş etdirdiyi PSG ilə futbol daha qorxuludur. Nəinki Bavariyanın 11 nəfərlə oynadığı oyun komandanın gücündən xəbər verir. Ona görə də gəlin biz bir sualı verək, o suala cavab verməyə çalışaq. Arsenal Bavariyanı necə saxlaya bilər? Bir neçə spekulativ oyun elementi ilə biz bunu göstərməyə çalışacağıq və əlbəttə ki, biz Union Berlindən də o qədər nümunə göstərməyəcəyik, çünki Union Berlin tam ayrı komandadır, amma topsuz Bavariya ilə elə bir oyun oynadı ki, bu zaten əvvəlcədən deyilirdi ki, Bavariya qarşı işləyə bilər. Plus, əlbəttə ki, Arsenal bu oyunu çox yüksək səviyyədə daha yaxşı oynaya bilir. Gəlin bunu göstərmək üçün Arsenalın taktikasına biraz əl gəzdirək. Arsenal ev sahibi olduğundan əlbəttə ki, Arsenal qırmızılardır. Yəni qoy Bavariya zərkeşləri bunu şəxsi qəbul etməsinlər. İlk öncə birinci cazibə, birinci tələ hansısa ki düşməməlidir. Arsenal Kane'in dalınca getməmək. Kane əlbəttə ki, əvvəllər biz onu sevirdik. Yəni əvvəl deyərkən ki, elə ötən mövsüm, 2 mövsüm öncə Kane 9 nömrə olsa da 10 nömrə mövqeyinə düşür. Bəzən rəqibin dayaq yarım müdafiəçisi mövqeyinə düşür və nəticədə rəqib müdafiəçisini bir növ dilema qarşısında qoyur. Onun dalınca gedib mövqeyini boşaltsın, yoxsa getməsin dayaq yarım müdafiəçisi mövqeyində rəqib say üstünlüyündə olsun. Əlbəttə ki, bu da yenə də həmin boşluğa çox effektiv şəkildə Bavariyanın wingerlərindən birinin girməyinə, hətta 10 nömrə funksiyasını yerinə yetirən Serge Gnabry'nin də girməyinə fürsət yaradır. Kane özünün arxaya çəkilmək elementini absurd səviyyələrə qaldırıb, yəni artıq bir növ art film səviyyəsinə qaldırıb. Kane'i dəfələrlə biz İngiltərə millisinin Serbiyaya qarşı oyunda burada görmüşdük. Yəni rəqibin müdafiəsinin solunda Kane dəfələrlə rəqibin 6 nömrə mövqeyinə düşür həm Bavariyada həm İngiltərə millisində. Yəni bu fantastikadır, amma Arsenal üçün tələdir. Arsenal Kane'in dalınca düşməməlidir. İkinci tərəfdən Arsenal 5-li müdafiə oturmalıdır. Çünki istənilən hücumçuda olduğu kimi Harry Kane də baxmayaraq ki, hətta dahi səviyyəsinə çatan, qızıl top səviyyəsinə çatan bir futbolçudur. Ona məkan, alan, yəni İngiliscə space deyilir. Lazımdır ki, özünü göstərsin və 5-li müdafiədə Kane əgər birə-bir man markinqlə deyil, zonal markinqlə, zaten hətta birə-bir deməzdim, 2-1 tutdularsa, Kane %80% neytrallaşdırılmış olacaq. Məsələn, bu aspektdə Yamal kimi futbolçunun özəlliyi var ki, adam birə-birlərdə yaxşıdır. Kane'in özəllikləri, üstünlükləri başqa elementdədir. Belə tutulanda deyil. İkinci, baxın, bu Arsenalın 2 ssenarisi var. Arsenal ssenarilərindən biri, indi o ssenarini daha təsvir etmək üçün gəlin Bavariyanı da biz analiz etmişik bir dəfə artıq, başa düşməyə çalışaq. Bavariyanın build-up'ı necə baş verir və bu build-up'da Bavariya Arsenal'la necə baş-başa gələ bilər? Bildiyimiz kimi biz Bavariya ilə videoda danışmışdıq. Adətən 2 mərkəz müdafiəçisinə kömək üçün dayaq müdafiəçisi olan Jose Kimmich gəlir. Komandanın build-up'ında hətta indi yəqin biz Bavariya ilə bağlı daha bir video eləyəcəyik. Əgər Arsenal xüsusilə məğlub edərsə və fantastik bir mövsümü davam etdirərsə 100% olacaq. Bavariyanın indiki taktikası 2-2-6-dır. Hücum vaxtı, yəni əvvəl 3-1-6 idi. 3-2-5 idi. İndi Kompani o elementi daha da mürəkkəbləşdirib, daha da mükəmməlləşdirərək 2-2-6 ilə oynayır. Burada 2 Pavlovic ilə Jose Kimmichdir. Üstəlik əlbəttə ki, burada isə belə deyək, hətta bunu bir qədər arqument xəttinə belə götürək ki, çaşdırmayaq. Bu mövqedə komandanın cinah müdafiəçiləri yer alır və qalan da ki, bütün oyun elementləri öz yerindədir. Harry Kane harda gəldi ola bilər. Harry Kane'in yerinə, mərkəz hücumçusu yerinə nominal olaraq kimsə girəcək. Düzdür, burada biraz bunu qaldıraq ki, Harry Kane offside olmasın. Arsenal standart model nədən ibarətdir? Mən ehtiyat eləmə Arteta ondan istifadə edər. Baxın, belə 5-4-1 ilə Bavariya qarşı oynamaq, deyək ki, 5-3-2 ilə oynamaqdır Bavariya qarşı. Amma bu o qədər də uğurlu ssenari deyil. Çünki bu zaman yenə də Bavariyanın 4 oyunçusuna qarşı 1 Arsenallı ya 2 Arsenallı oyunçu olacaq, əgər 5-3-2 olarsa. Daha effektiv olaraq əgər Arsenal bir qədər hiləgər oynayıb 5-2-3 taktikası ilə topsuz pressing etsin. Bu zaman nə baş verir? Bu zaman Bavariyanın cinah müdafiəçiləri azadlıq alırlar, düzdür, ani azadlıqları olur. Amma nəzərə alırıq ki, hələ də ki, Arsenalın say üstünlüyü çoxdur və Bavariyanın cinah müdafiəçiləri nə qədər çox tənqid olsalar da, o tənqidə layiq olmasalar da, çünki komanda yaxşı oynayır, ayaqlarında topu, o progressive ball carrying deyirlər də, topu ayağında aparmaqda o qədər yaxşı deyirlər. Oyunçuların özəlliyi cinah yüklənməsi yaratmaqdır, ani qərarlardır, ani paslardır. Bavariyada elitar pasa və ümumiyyətlə xətt kəsici pasa malik olan iki insan Kimmichlə Pavlovicdir.
əgər ona personal pressing olarsa, bu Bavariyanın həyatını çox çətinləşdirə bilər. Sizin sualınız yarada bilər ki, Arsenalın 5-ci oyunçusu kim olsun? Əlbəttə ki, 4 müdafiəçiyə yanaşı Rice-la Zubimendi heç yerə tərpənmir. Bu Trossard ola bilər, amma Martinelli Real Madrid ilə cavab maçında bu funksiyanın öhdəsindən daha yaxşı gəldi. Yəni hər iki oyunçu, həm Trossard, həm Martinelli bunu əla edə bilər. Arsenalın burada olan futbolçularından biri Bukayo Saka'dır, o birisi isə Eze ola bilər. Çünki Eze həm mərkəzdə yaxşıdır, həm cinahlarda yaxşıdır. Əgər Bavariyanın oyunçuları həmin o Pavlovic və ya Kimmich topu itirərsə, adamın partlayış sürəti var. Yəni adam həm 10 nömrədir, həm harca Gnabry kimidir, həm də ki çox partlayıcı cinah vingeridir. Və əlbəttə ki qabaqda da ki Gyökeres'in oynayıb oynamayacağı hələ sual altındadır. Amma şərti olaraq deyək ki, Arsenal mərkəz hücumçusu oynayır. Əgər Gyökeres yoxdursa, Arsenalın daha bir fantastik mərkəz hücumçusu əlbəttə ki Mikel Merino'dur. Bizim fikrimizcə baxın, bu Bavariya ilə Arsenala bir şans yaradacaq. Nəzərə alaq ki, oyunda hər iki komanda bir nömrə olmağı sevsə də, Arsenal çox sevə-sevə o topu Bavariyaya verəcək və komandanı daimi əks hücumlarda sınamağa çalışacaq. Gəlin indi birlikdə baxaq. Arsenal bizim ehtiyat elədiyimiz 5-3-2-yə oturacaq, harda ki Kimmichlə Pavlovicin azadlığı var, yoxsa həmin iki oyunçuya təzyiq edəcəklər. Artetanı başa düşsək, Arteta adətən belə elementlərdə çox effektiv bir məşqçidir. Buna görə qalır gözləmək. Sizin fikrinizcə, həm Bavariya, həm Arsenal azarkeş, həm də neytral azarkeşlər bu oyun əlbəttə ki, bütün alqoritmləri, əgər bu kompüter alqoritmi olsaydı, heçəkəlik bir oyun idi, ya 0-0, ya 1-1. Amma itkiləri, durumu nəzərə alsaq, necə fikirləşirsiniz? Arsenal öz evində Bavariya tilsimini qırıb artıq nəhayət ki, Bavariyanı məğlub edə biləcək, yoxsa Bavariyanın London bir növ shopping turu davam edəcək? Fikirlərinizi şərhlərdə bildirməyi unutmayın. Əlbəttə ki, videonu bəyəndinizsə like düyməsinə basın və kanalımıza abunə olun ki, belə videolar buraxmayasınız.